Herkese salam. Bugünkü dərin təhlilimizə birbaşa sizə, yəni bizi dinləyən hər kəsə ünvanlanmış sadə, amma çox fundamental bir sualla başlamaq istəyirəm. Heç düşünmüsünüzmü, hər gün sadəcə 1% yaxşılaşmaq həyatınızı necə dəyişə bilər? Gəlin reallığa baxaq, xüsusən də yeni il ərəfəsində ya da bazar ertəsi günləri hamımız böyük həvəslə yeni hədəflər qoyuruq. Artıq arıqlayacağam, yeni dil öyrənəcəyəm, kitab yazacağam. Bir neçə həftə hər şey əla gedir. Sonra isə hər şey əvvəlki halına qayıdır. Motivasiya yoxa çıxır. tamamilə elədir. Motivasiyamız sanki buxarlanıb yoxa çıxır və biz özümüzü yenidən o köhnə, qurtulmaq istədiyimiz vərdişlərin içində tapırıq. Bəs niyə belə olur? Niyə biz insan olaraq öz davranışlarımızı dəyişməkdə bu qədər aciz qalırıq? Bugünkü missiyamız məhz bu sualın cavabını tapmaqdır. Qarşımızdakı materiallar James Clear'in məşhur Atomik Vərdişlər kitabından, onun müsahibələrindən və davranış psixologiyasını təhlil edən məqalələrdən ibarətdir. Biz bugün o kiçik, hətta cüzi görünən addımların arxasında yatan böyük gücü araşdıracağıq. Bu həqiqətən də insan davranışının ən, belə deyək, mürəkkəb tərəflərindən biridir. Bizim əsas problemimiz odur ki, cəmiyyət olaraq bizə uğurun həmişə nəhəng, kəskin addımlarla gəldiyi aşılanıb. Kitab oxumaq, iş qurmaq və ya formada qalmaq istəyərkən, beynimiz bizə deyir ki, sən mütləq hamının görə biləcəyi böyük bir sıçrayış etməlisən. Təzyiq o qədər böyük olur ki, biz dərhal nəticə gözləyirik. Halbuki araşdırdığımız materiallar tamamilə fərqli bir mənzərə yaradır. Yəni o sıçrayış əslində bir mifdir. Bəli, demək olar ki, mifdir. İnsan psixologiyası dərhal baş verən qəfil dəyişikliklərə deyil, yavaş-yavaş toplanan sistemlərə daha yaxşı reaksiya verir. Məsələ heç də o böyük qərarlarda deyil, hər gün təkrarlanan kiçik mikroskopik vərdişlərin necə yığılmasındadır. Gəlin bu yığılma məsələsini biraz da riyazi müstəvidə açaq. Çünki materiallardakı o riyazi düstur mənim üçün əsl kəşf oldu. Buna 1% qaydası deyirlər. Məsələn, mənə kimsə desə ki, bugün cəmi 1% daha yaxşı ol, mən buna bəlkə də gülərəm. 1% o qədər kiçikdir ki, onu heç hiss etmirsən. Amma məsələyə riyazi baxanda, əgər biz 1.01 rəqəmini götürüb 365 dəfə, yəni ilin hər günü üçün öz-özünə vursaq, ilin sonunda tam 37 dəfə daha yaxşı bir nəticə əldə edirik. Bir düşünün, bir il ərzində 37 dəfə inkişaf etmək, sadəcə hər gün 10 dəqiqə əlavə kitab oxumaqla və ya 10 dəqiqə idman etməklə. Amma bunun çox təhlükəli bir tərəfi də var. Əlbəttə var. Çünki riyaziyyat hər iki istiqamətdə işləyir. Əgər siz hər gün inkişaf etmək əvəzinə sadəcə 1% geriyə getsəniz, məsələn, hər gün biraz daha çox tənbəllik etsəniz ya da zərərli bir qidanı rasionunuza biraz da çox əlavə etsəniz, nəticəniz ilin sonunda demək olar ki, sıfıra qədər enəcək. Yəni o cüzi səhvlər yığılaraq böyük bir uçurum yaradır. Amma burada insanların ən çox büdrədiyi yer O yığılma effektinin dərhal görünməməsidir, düzdür? məhz o. Materiallarda mənim çox bəyəndiyim bir konsept var. Məyusluq vadisi və ya gizli potensial platosu adlanır. Təsəvvür edin ki, sizin qarşınızda masanın üstündə bir buz kubu var və otağın temperaturu 25 dərəcədir. Siz otağı yavaş-yavaş isitməyə başlayırsınız, 26 dərəcə, 27, 28, 29, buz kubuna baxırsınız, heç bir dəyişiklik yoxdur. Bax, tam olaraq bu məqam adamı dəli edir. Deməli, mən bir aydır hər səhər tezdən oyanıram, şirniyyatdan imtina edirəm, qaçış zolağında tər tökürəm, sonra güzgüyə baxıram və ya tərəziyə çıxıram və görürəm ki, heç nə dəyişməyib. Deməli, mənim bu 26-27 dərəcədəki əziyyətim tamamilə boşa gedir. İnsanların 90%-i məhz belə düşünür və buna görə də təslim olurlar. Amma əslində sizin əziyyətiniz boşa getmir, o sadəcə toplanır. Enerji yığılır. Otağın temperaturu 30-31 dərəcəyə çatanda belə buz hələ də ərimir. Lakin temperatur 32 dərəcəyə çatan kimi buz qəflətən əriməyə başlayır. Yəni o qırılma nöqtəsi gəlir. Bəli, kənardan baxan bir adam üçün bu sadəcə bir dərəcəlik artımın gətirdiyi qəfil nəticədir. Onlar deyəcəklər ki, bu adam bir gecədə uğur qazandı. Amma heç kim o 25 dərəcədən 31 dərəcəyə qədər olan səssiz, ağrılı və görünməz əməyi görmür. Davranış dəyişikliyi məhz belə işləyir.
Bizim problemimiz odur ki, biz həmişə son hədəfə fokuslanırıq. Halbuki, biz hədəfləri kənara qoyub, sadəcə otağı isidən sistemlərə, yəni vərdişlərin özünə diqqət yetirməliyik. Deməli, məqsəd tərəzidəki rəqəm yox, hər gün idman zalına getmək sistemini qurmaqdır. Yaxşı, bəs bu sistem daxildə, yəni bizim beynimizdə necə işləyir? Çünki materiallarda nevrologiya sahəsindəki tədqiqatlara əsaslanaraq hər bir vərdişin 4 mərhələli bir dövrədən keçdiyi bildirilir. Bu mexanizm mənə çox maraqlı gəldi, çünki sanki beynimizin bizi necə idarə etdiyinin xəritəsidir. Elədir. Elmi dildə buna vərdiş dövrəsi deyilir. Hər bir vərdiş, istər yaxşı, istərsə də pis, eyni 4 addımdan ibarət mexanizmlə işləyir. Siqnal, istək, reaksiya və mükafat. Siqnal sizin beyninizə gələn ilk qığılcımdır. O mükafatın yaxınlaşdığını xəbər verir. Bu siqnalı aldıqdan sonra daxilinizdə bir istək yaranır. Yəni o işi görmək üçün içimizdə yaranan həvəs, Düzdür, amma diqqət edin, istək əslində vərdişin özünə deyil, onun gətirəcəyi vəziyyət dəyişikliyinə, o hissə qarşıdır. Sonra reaksiya gəlir, yəni bu sizin atdığınız addım, etdiyiniz hərəkətdir və ən sonda mükafat alırsınız. Mükafat həm həmin an ehtiyacınızı ödəyir, həm də beyninizə siqnal göndərir ki, bəli, bu fəaliyyət mənə ləzzət etdi, bunu gələcəkdə yadda saxla və yenə təkrarla. Bu 4 addım birləşdikdə tam avtomatlaşmış bir davranış yaranır. gəlin bunu elmi terminlərdən çıxarıb hamımızın hər gün dəfələrlə yaşadığı bir vəziyyətə smartfonlarımıza tətbiq edək. Təsəvvür edin, telefonunuz masanın üstündədir və qəfildən ekranı işıqlanır və ya titrəyir. Baxın, bu sizin siqnalınızdır. Dərhal beyninizdə bir fikir dolaşır. Görəsən mənə kim yazdı? Bəlkə kimsə şəklimi bəyəndi. Bəlkə vacib bir işdir. Və bu da o naməlumluğu aradan qaldırmaq üçün yaranan istəkdir. Tamamilə. Sonra siz nə edirsiniz? Əlinizi atıb telefonu götürürsünüz, ekran kilidini açırsınız və sosial mediada daxil olursunuz. Bu sizin reaksiyonunuzdur. Və nəhayət, o mesajı oxuduqda və ya şəklə baxdıqda beyninizdə kiçik bir dopamin partlayışı baş verir, marağınız təmin olunur, rahatlayırsınız. Bu da mükafatdır. Bizi dinləyənlər, bir anlıq öz həyatınızı düşünün. Sizin gündəlik həyatınızda hansı siqnallar sizi heç fərqinə varmadan avtomatik davranışlara aparır? Bəzən saatlarla o telefonun içində itirik və fərqində belə olmuruq ki, bizi idarə edən sadəcə bu 4 mərhələli dövrədir. Təəssüf ki, bəli, amma əgər biz bu dövrənin necə işlədiyini biliriksə, o zaman niyə həyatımızı daha yaxşı etmək üçün ondan asanlıqla istifadə edə bilmirik? Niyə pis vərdişləri qırmaq, yaxşıları isə yaratmaq bu qədər zəhmət tələb edir? Bütün mənbələrin gətirdiyi ən güclü fəlsəfi yanaşma məhz burada ortaya çıxır. Biz dəyişikliyə tamamilə səhv istiqamətdən başlayırıq. Səhv istiqamət deyərkən nəyi nəzərdə tutursunuz? Biz həmişə nəticələrə fokuslanırıq. Mən arıqlamaq istəyirəm, mən pul yığmaq istəyirəm, amma davranışları qalıcı şəkildə dəyişməyin yeganə yolu nəticələrə yox, kimliyə, yəni sizin öz şəxsiyyətinizə, baxış bucağınıza fokuslanmaqdır. Bax, şəxsiyyət məsələsi mənim bu materiallarda qarşılaşdığım ən sarsıdıcı hiss oldu. Orada siqaret çəkən 2 şəxsin hekayəsi var. Çox sadə, amma çox dərin bir misaldır. 2 dost düşünün, hər ikisi siqareti tərk etməyə çalışır. Birinci şəxsə siqaret təklif edəndə o belə cavab verir. Yox, çox sağ ol, mən tərk etməyə çalışıram. Kənardan baxanda deyirsən ki, halaldır, iradəli adamdır. Hə, amma dərindən baxanda bu insanın daxili imancı hələ də dəyişməyib. O hələ də özünü siqaret çəkən, amma bundan çəkinməyə cəhd edən biri kimi görür. Hər dəfə o siqaretdən imtina edəndə daxilində böyük bir mübarizə gedir. Çünki bu onun kimliyinə ziddir. İkinci şəxsə siqaret təklif edəndə isə o çox sadə bir söz deyir. Yox, mən siqaret çəkən deyiləm. Cəmi bir neçə söz, amma fərq dağlar qədərdir. O keçmiş kimliyini artıq bastırıb. Onun üçün imtina etmək iradə tələb etmir. Çünki o onsuz da siqaret çəkməyən biridir. Məhz belədir. İradə təəssüf ki, tükənən bir resursdur. Siz iradənizə güvənərək bəlkə bir həftə, bəlkə bir ay dözə bilərsiniz. Amma şəxsiyyətinizlə toqquşan hər bir davranış gec-tez məğlubiyyətə məhkumdur. Əgər siz daim, mən həmişə gecikən adamam, mən riyaziyyatı anlamıram və ya mən idman sevən deyiləm deyirsinizsə, daxili səs həmişə sizi o köhnə vəziyyətinizə qaytaracaq. Yəni, mən qaçmaq istəyirəm demək yerinə. Mən qaçış edən bir insanam deməlisiniz. Və ən maraqlısı odur ki, sizin etdiyiniz hər bir kiçik vərdiş əslində o yeni kimliyiniz üçün sandığa atılan bir səsdir.
Hər dəfə idman ayaqqabınızı geyinib 10 dəqiqə yeriyəndə belə, beyninizə mən idmanla məşğul olan adama mesajını, yəni bir səs verirsiniz. Seçkilərdə olduğu kimi, kimin səsi çox olarsa, o kimlik qalib gələcək. Yaxşı. Tutaq ki, mən kimliyimi dəyişmək, məsələn, mütaliə edən bir insan olmaq istəyirəm. Buna səs vermək üçün mənə vərdişlər lazımdır. Bəs mən bu yeni davranışları öz gündəlik həyatıma necə inteqrasiya edim? Burada materialların ən praktik hissəsinə davranış dəyişikliyinin 4 qanununa gəlib çatırıq. Gəlin bu 4 qanunu bir-bir açaq. Birinci qanun aydın et adlanır. Yəni, əgər bir şey etmək istəyirsinizsə, onu gözünüzdən uzaq tutmayın. Tamamilə elədir. Çünki insan beyni mühitdəki vizual siqnallara həddindən artıq həssasdır. Çox vaxt biz iradəmizin zəif olduğundan şikayətlənirik, amma əslində problem bizim mühitimizin səhv dizayn edilməsindədir. Əgər su içmək vərdişi yaratmaq istəyirsinizsə, amma su qabınız mətbəxin dolabında gözlə görünməyən yerdədirsə, o vərdişi formalaşdırmaq çox çətin olacaq. Suyu gətirib iş masanızın tam mərkəzinə qoymalısınız. Gözünün qabağında olmalıdır yəni. Yeni bir vaxt təyin etmək əvəzinə deyirsiniz, səhər qəhvəmi süzdükdən dərhal sonra bu köhnə möhkəm vərdişdir, masama əyləşib 1 dəqiqə meditasiya edəcəyəm. Bu isə yenisidir. Artıq beyniniz qəhvənin xoxusunu alan kimi bilir ki, növbəti addım meditasiyadır. Aha, deməli, mən oxumaq istədiyim kitabı rəfdə yox, yatmazdan əvvəl həmişə uzandığım divanın üstünə qoymalıyam. Və ya səhər qaçmaq istəyirəmsə, idman geyimimi gecədən yatağımın kənarına sərməliyəm. Gözümü açan kimi o geyim mənim siqnalım olur. Əla, keçək ikinci qanuna. Cəlbedici et. Bayaq smartfonlardan danışanda dopamin məsələsinə toxunduq. Biz bilirik ki, beynimiz bir mükafatı əldə edəndə yox, əslində onu gözləyəndə dopamin ifraz edir. Bəs mən darıxdırıcı bir işi, məsələn, qaçış zolağında tər tökməyi necə cəlbedici edə bilərəm? Bunun ən yaxşı yolu istəklərin birləşdirilməsi adlanan metoddur. Siz etmək məcburiyyətində olduğunuz, amma sizə darıxdırıcı gələn bir fəaliyyətlə, etmək istədiyiniz, sizə ləzzət verən bir fəaliyyəti bir araya gətirirsiniz. Məsələn, fərz edək ki, siz idman etməyə nifrət edirsiniz, amma bizim bu dərindən təhlil verilişimizi və ya hər hansı başqa maraqlı bir materialı dinləməyi çox sevirsiniz. Təbii ki, sevirlər. Ümid edirik, siz özünüzə sərt bir qayda qoyursunuz. Mən bu çox sevdiyim verilişləri yalnız və yalnız qaçış zolağında olarkən dinləyə bilərəm. Beləliklə, siz daxilən o məzmunu dinləmək üçün səbirsizlənirsiniz və beyniniz idman zalına getməyi o zövqlü fəaliyyətlə əlaqələndirir. İdman özlüyündə cəlbedici olmasa da, gətirdiyi mükafata görə sizin üçün cəlbedici bir fəaliyyətə çevrilir. Çox hiləgər, amma sözsüz ki, işə yarayan bir taktikadır. Gəlib çatdıq 3-cü qanuna və deyəsən ən maraqlısı da elə budur. Asan et. Biz insanlar təbiətən enerjimizi qorumağa meyliyik. Hansı iş az enerji tələb edirsə, ona qaçırıq. Buna görə də yeni vərdişin qarşısındakı bütün sürtünmə qüvvələrini aradan qaldırmalıyıq. Və burada o məşhur 2 dəqiqə qaydası ortaya çıxır. Bəli, çox vacib bir qaydadır o. Qayda belədir ki, hər hansı yeni bir vərdişə başlayanda onu etmək 2 dəqiqədən az vaxt almalıdır. Hər gün 30 dəqiqə kitab oxuyacağam əvəzinə sadəcə bir səhifə oxuyacağam, deyirsiniz. Və ya 1 saat ağır idman edəcəyəm əvəzinə idman ayaqqabılarımı geyinib çıxaracağam, deyirsiniz. Amma dayanın, burada mənim bir sualım var. Nəzəriyyədə bu əla səslənir, amma mən sadəcə 2 dəqiqə ayaqqabımı geyinib soyunmaqla özümü aldatmış olmuram. Beynim həqiqətən bu qədər sadə löfdür ki, bununla idman etdiyimi düşünsün. Bu biraz mənasız gəlmir. Kənardan baxanda tamamilə mənasız görünə bilər. Amma əslində bu nevrologiyanın ən incə nöqtəsidir. Sizin məqsədiniz dərhal o əzələni şişirtmək və ya bir gündə roman bitirmək deyil. Sizin məqsədiniz iştirak etmək vərdişini formalaşdırmaqdır. Bir vərdişi təkmilləşdirməzdən, onu saatlarla uzatmazdan əvvəl o standartlaşdırılmalıdır. Mövcud olmayan bir şeyi necə inkişaf etdirə bilərsiniz? Doğrudur. Ortada nəsə olmalıdır ki, inkişaf da etsin. Əgər siz idman zalına getmək üçün divandan qalxıb evdən çıxa bilmirsinizsə, deməli sizin probleminiz idmanın ağırlığı deyil, başlamağın verdiyi psixoloji yükdür. O 2 dəqiqəlik hərəkət bir giriş qapısıdır. Siz ayaqqabıları geyinib evdən çıxdıqdan sonra çox böyük ehtimalla onsuz da çıxmışam, biraz yürüyüş edim deyəcəksiniz. Başlamaq enerjisini aşmaq prosesin ən çətin hissəsidir. Başa düşdüm.
Deməli, mən vərdişi o qədər kiçikləyirəm ki, beynim buna yox demək ayıbdır, deyə düşünsün. Və nəhayət 4-cü qanun, mükafatlandır. Təkamül nəticəsində bizim beynimiz uzunmüddətli faydalara yox, dərhal əldə olunan mükafatlara meyillidir. Siqaretin ziyanı bəlkə 20 il sonra çıxacaq, amma verdiyi rahatlıq dərhal gəlir deyə insanlar onu çəkir. İdmanın faydası aylar sonra görünür, amma yorğunluğu və əzələ ağrısı dərhal baş verir deyə insanlar ondan qaçır. Buna görə də biz yeni, faydalı vərdişlərə anında verilən kiçik mükafatlar əlavə etməliyik. Materiallardakı o təqvim nümunəsi çox hoşuma gəldi mənim. Məşhur komediyaçı Jerry Seinfeld hər gün zarafat yazmaq kimi bir vərdiş formalaşdırıb. O bunu necə edib? Divardan böyük bir təqvim asıb və hər gün bircə cümlə belə olsa nəsə yazandan sonra təqvimin üzərinə qırmızı böyük bir işarə qoyurmuş. Tam olaraq və bir neçə gündən sonra o qırmızı işarələr bir zəncir yaratmağa başlayır. Sizin fokusunuz artıq mən bugün çox gülməli, mükəmməl bir zarafat yazmalıyam fikrindən çıxır. Sizin yeganə məqsədiniz sadəcə o zənciri qırmamaq olur. O ardıcıllığı, o vizual zənciri görməyin verdiyi his beynin dərhal aldığı bir mükafatdır. Bu vərdiş izləyicisi adlanır. Lakin təbii ki, biz insanıq və həyat həmişə planlaşdırdığımız kimi getmir. Bəzən xəstələnirik, bəzən fövqəladə bir hal olur və o zəncir qırılır. Bəs bu halda nə baş verir? Bütün əziyyət boşa gedir. Xeyr, mənbələrdə bunun üçün qızıl bir qayda var. Heç vaxt 2 dəfə üst-üstə buraxma. Əgər bir gün idmanı buraxdınızsa, o gün zəncir qırılır, bəli, amma özünüzü günahlandırmaq əvəzinə növbəti gün mütləq geri qayıtmalısınız. Bir səhv təsadüfdür, amma ardı-ardı edilən 2 səhv artıq yeni, pis bir vərdişin təməlidir. Heç vaxt 2 dəfə üst-üstə buraxma. Bu həqiqətən də qulağa sırğa ediləcək bir qaydadır. Yaxşı, biz bu 4 qanunu aydın et, cəlb edici et, asan et və mükafatlandır, bunları yaxşı vərdişlər qurmaq üçün istifadə edirik. Bəs mənim formalaşmış, illərdir canımı qurtara bilmədiyim pis vərdişlərim varsa necə? Gəlin bu qaydaları tərsinə çevirək. Mən elə gəlir ki, pis vərdişləri qırmaq çox vaxt daha çətindir. Pis vərdişləri qırmaq üçün sadəcə həmin 4 qanunu tərsinə tətbiq etməliyik. Əgər yaxşı vərdişi aydın etmək lazım idisə, pis vərdişi görünməz etməliyik. Məsələn, masanızda işləyərkən diqqətiniz daim telefonunuzda yayınırsa, onu gözünüzdən uzaqlaşdırın. Sadəcə səssizi almaq kifayət deyil, onu başqa bir otağa, şkafın içinə qoyun, siqnalı mühitinizdən tamamilə silin. Eynilə, şirniyyət yeməyi tərk etmək istəyirsinizsə, mən iradəliyəm, evdə şokolad dursa da yeməyəcəm deməyin. O şokoladı ümumiyyətlə evə almayın. Bəli, məhz belə. İkinci qanunun tərsi cəlbedici olmasın və ya dildə desək, iyrənc et. O pis davranışın sizə gətirəcəyi neqativ nəticələri daim özünüzə xatırladın. 3-cü qanunun tərsi isə təbii ki, çətin etdir. Necə ki, yaxşı vərdişləri 2 dəqiqəyə endirib asanlaşdırdıq, pis vərdişlərin də yoluna böyük daşlar hörməliyik. Məsələn, əgər televizora çox baxırsınızsa və bütün axşamınız boşa gedirsə, hər dəfə televizoru söndürəndən sonra onu sadəcə pultla bağlamayın. Fişini cərəyandan ayırın, pultun batareyalarını çıxarın və pultu başqa bir otağa gizlədin. İnanın mənə, növbəti dəfə divana uzanıb biraz televizora baxım deyəndə o qədər əziyyətə qatlaşmaq beyninizə o qədər zor gələcək ki, siz sadəcə əşi heç həvəsim yoxdur deyib başqa bir faydalı işlə məşğul olacaqsınız. Bəli, beynimiz tənbəldir və bu dəfə tənbəllik bizim xeyrimizə işləyir. Bəs 4-cü qanunun, yəni mükafatlandırın tərsi necə işləyir? 4-cü qanunun tərsi mükafatsız etdir. Bu o deməkdir ki, etdiyiniz pis bir hərəkətin dərhal anında hiss olunan ağrılı bir cəzası, bədəli olmalıdır. Bunun üçün vərdiş müqaviləsi deyilən çox təsirli bir metod var. Siz hörmət etdiyiniz, sözündən çıxmaq istəmədiyiniz bir dostunuzla müqavilə bağlayırsınız. Deyirsiniz ki, əgər mən bu həftə fast food yesəm, sənə 100 manat ödəyəcəyəm. Sərt qaydadır. Amma işə yarayır. Biz sosial varlıqlarıq və başqalarının bizim haqqımızda nə düşündüyü, xüsusən də kiminsə qarşısında iradəsi, zəif görünmək qorxusu bizi çox narahat edir. Üstəlik dərhal pul itirmək kimi bir cəza da o pis vərdişin verdiyi ləzzəti anında yox edir. Amma gəlin reallığa baxaq. Mən o fast foodu yeyib, dostuma da pulu verməyə bilərəm də, elə deyil? Məhz buna görə də seçdiyiniz adam sadəcə sıradan biri yox, xarakterinə və rəyinə dəyər verdiyiniz biri olmalıdır. Əgər siz cəriməni ödəməsəniz, itirəcəyiniz şey sadəcə pul yox,
hörmət və etibar olacaq. Sosial bədəl maliyyə bədəlindən hər zaman daha ağırdır. Çox məntiqlidir. Yaxşı, gəlin bu qədər dərinləşdiyimiz bütün bu detalların xülasəsini toplayaq. Biz bu dərin təhlildə öyrəndik ki, böyük uğurlar anidən yaranan böyük partlayışlar deyil. Uğur, diqqət çəkməyən, hər gün atılan və bizi sadəcə 1% daha yaxşı olmağa aparan kiçik, lakin sarsılmaz sistemlərin məhsuludur. İradənizi zorlamaqdansa, mühitinizi elə dizayn edin ki, yaxşı işlər asan, pislər çətin olsun. Və ən əsası, sadəcə nəticələrə qaçmayın, daxili inancınızı, o dərin kimliyinizi dəyişin. İndi isə bizi dinləyən sizə səslənirəm. Bütün bu danışılanlardan sonra sabah üçün hansı bir kiçik vərdişə başlamağa qərar verdiniz? Hədəfi çox böyütməyin. Hər gün bircə səhifə oxumaq, 5 dəqiqə plan qurmaq və ya sadəcə idman ayaqqabılarınızı qapının ağzına qoymaq. O kiçik addımı seçin və onun ardınca gedin. Bilirsiniz, bu söhbəti yekunlaşdırmadan əvvəl qeyd etməliyəm ki, materialların sonlarına doğru məni bir qədər narahat edən, bəlkə də heç gözləmədiyim bir məqam da var idi. Biz bütün bu müddət ərzində vərdişlərin bizi necə mükəmməlləşdirəcəyindən danışdıq, amma tədqiqatçılar vurğulayır ki, vərdişlərin çox qaranlıq, hətta təhlükəli bir tərəfi də var. Qaranlıq tərəfi. Yaxşı, vərdişin necə qaranlıq tərəfi ola bilər ki? Mən hər gün idman edirəmsə və ya hər gün oxuyuramsa, burada təhlükə nədədir? Məsələ burasındadır ki, vərdişlər tam avtomatlaşdıqda biz onlara diqqət yetirməyi, onlar üzərində düşünməyi dayandırırıq. Biz avtopilot rejiminə keçirik. Bu o deməkdir ki, fəaliyyəti avtomatik etdiyimiz üçün artıq buraxdığımız xırda səhvləri, inkişafdan qalan cəhətlərimizi fərq etmirik. Daha betəri də var. Bizim qurduğumuz o güclü kimlik, hani deyirdik ki, mən artıq bu sahənin adamıyam, mən ekspertəm. Bax, həmin inanc müəyyən bir nöqtədən sonra bizdə qürur yaradır. Aha, mənzil başına çatdığını düşünürsən. Bəli, bu qürur isə bizi öz zəifliklərimizi görməkdən kör edə bilər. Bir anlıq düşünün, dünənə qədər sizi inkişaf etdirib, bugünkü zirvəyə qaldıran o mükəmməl vərdişləriniz və formalaşmış egonuz, sabah sizi yeni bir inkişaf səviyyəsinə keçməkdən, yeni şeylər öyrənməkdən məhrum edə bilərmi? Bu cür avtopilot qarlaşması ən böyük peşəkarların belə tənəzzülünə səbəb ola bilər. Doğrudan da, çox düşündürücü və biraz da ürpərdici bir reallıqdır bu. Avtopilotun qurbanı olmamaq, inkişaf etdikcə egomuzun köləsinə çevrilməmək. Sizi bugünkü dərin təhlilimizdən əldə etdiyimiz bu son dərin düşüncə ilə baş-başa buraxılıq. Yalnız vərdişlər qurmaqla kifayətlənməyin, onları daima şuurlu şəkildə izləyin. Bizə qoşulduğunuz və bizimlə birlikdə öyrəndiyiniz üçün təşəkkür edirik. Öz 1%lik qələbələrinizə fokuslanın. Növbəti söhbətimizədək hələlik.